Bu dəfə Azərbaycan müğənnilərin toy qiymətini araşdırdıq. Nə qədər real olduğunu deyə bilmərik, amma fakt odur ki, o qiymətə gedirlərmi, getmirlərmi, onu da bilmirik. Amma bu araşdırmamız nəticəsində onların neçəyə getdiklərini söhbət toydan gedir ki, bunu öyrənəcəyik. Elə isə bu araşdırmamıza start verək. Beləliklə Faiq Ağayev bütün toy 14.000 AZN, Brilliant Dadaşova isə 10-12.000 AZN arası. Abbas Bağırov 10.000 AZN gedir. Nasbər Dostəliyev və Xumar Qədimovanı isə bütün toyunuzda görmək istəyirsinizsə 8.000 AZN-izdən keçməli olacaqsınız. Xatirə İslama isə bütün toya 7.000-8.000 AZN ödəməli olacaqsınız. Samir Piriyev, Nadir Qafarzadə, Elton Hüseynəyev isə bütün toya 7.000 AZN gedir. Xəyyam Nissanov və Vasim Məhərrəmli isə bütün toya aparmaq üçün toy yiyəsindən nə az nə çox, düz 6.000 AZN tələb edir. Nişabə Ləskərli, Könül Kərimova, Ayaz Qasımov isə bütün toyu 5.000-6.000 AZN arası aparır. Mətanət İskəndəri və Rəqsanənin toyunuzda 6 saat görmək istəyirsinizsə 5.000-6.000 manat ödəməlisiniz. İzzət Bağırov, Faytonçu Nazim, Manaf Ağayev, Rəhəngiz Allahverdiyev və Nazənin isə bütün toya 4.000 AZN gedir. Əməkdar artist Balğın Əşrafov isə bütün toyu 3.500-4.000 AZN arasında anlaşma yolu aparır. Bu müğənnilər arasında ən ucuz toya gedənlər də var. Belə ki, Əlkram Bayramov bütün toya 2500 AZN, Elariz Məmmədoğlu 3000 AZN, Səməd Səmədov isə 2500 AZN. Aparıcılıqla yanaşı müğənnilik edən Kəmran Sənli isə 2000 AZN toyunuzda oxuya bilər. Bu müğənnilərin bütün toya aparmaq üçün özlərinin sənətinə qoyduqları qiymətdir. Və bir də var, yarım saatda müğənnilərimizin toya aparmaq üçün ev yiyələrindən tələb etdikləri qiymət. Elə isə Röya Ayxan yarım saatda ev yiyəsindən 5.000 AZN tələb edir. Aygün Kazımova, Brilliant Dadaşova, Faiq Ağayev isə nə az nə çox düz 4.000 AZN toyunuzu yarım saat apara bilər. Ədələ Şükürov isə 3.000 AZN yarım saatlıq toy aparır. Namiq Qaraçuxurlu, Elnur, Xumar Qədimova, Manana isə yarım saatlıq toyunuzu görmək istəyirsinizsə 2500-3000 AZN-izdən keçməli olacaqsınız. Nadir Qafarzadə, Eyyub Yaqubov, İlqar Muradov, Nasbər Dostəliyev və Xatirə İslam isə yarım saatlıq toy aparmaq üçün ev yiyəsindən nə az nə çox düz 2000 AZN tələb edir. İzzət Bağırov, Xəyyam Nissanov, Üzeyir Mehdizadə isə yarım saatlıq toyu 1000-1500 AZN aparır. Aygün Bəylər, Rəhəngiz Allahverdiyev və Könül Xasiyeva isə yarım saatlıq toy üçün ev yiyəsindən 1000 AZN tələb edir. Meyxanaçı Vüqar 800.000, Namiq Mənası 700-800 AZN toyunuzda oxuya bilər. Bəs görəsən xalq necə düşünür? Müğənnilərin fantastik qiymətlərlə toyda oxumasına necə baxır? Əgər həmin müğənninin səsindən belə də çox xoşuna gəlib bu asmaq istəyən varsa, zəhmətin çəksin, pulunu ödəsinlər. Öz toyunuz olsa onları çağırarsınız o qiymətləriniz? Yox. Mən ümumiyyətlə israfçılığı sevmirəm. Necə baxırsınız o qiymətlərin, belə deyim, müğənnilərin o qiymətlərinə? Məncə, əslində hərə öz qazancını güdür də, onların elə eləməyi təbii bir şeydir. Heç də qınamıram, yəni hər halda mənə görə, mən də müğənni olsaydım, onları haqlı sayardım. Əgər fonoqram oxuyacaqlarsa, yox. Canlı oxuyub səs göstərəcəklərsə, bəli. Öz toyunuzda onları o qiymətə çağırarsınız? Yaxşı müğənni, hə. Misal üçün? Nə bilim, səsi olan müğənniləri çağıraram. Mən onlara baxmıram ümumiyyətlə. Bu da belə, fakt budur ki, bu qiymətlərlə müğənnilər toya çağıran da xalqın özü, qınıyan da özləridir.